Altı baş beyimi aparırsan ki Ayşəmi, gəl iş quraq, gəl nə bilim biznes yaradaq. Bu remont işində pul var, nə bilim ustalar yığaq, briqada yaradaq, bu padmayak evləri alaq, ucuz qiymətə remont edib baha sataq. Hə, digər, yaratmışıq, qurdum bu işi, şöşü. Gecə gündüz dırhadır WhatsApp-a yazırdın ki, Ayşəmi burada pul var, burada nə bilim nə var, biznes var, nədir. Hələ o WhatsApp-ın təzə funksiyası var, belə səs yazanda yuxarı qaldırırsan, rahat işini görürsən. Hələ ondan sonra 4 saatlıq, 5 saatlıq sən bana səslər göndərirdin. Digər, şöşü, yaratmışıq. Bu işte problem olsa ne olacak? Ayşəmi ne olacak? Ama bu işte problem olsa ne olacak? Senin kalan oğlun Nostradamus gibi bir şeydir. Ben söz elə belə demirəm ya kişi. Mən deyirəm sözün orada xeyir var. Sen prosta mənə deyiyorum Şəmi, biz bura niye gelmişik ya? Utanıram da deməyə, şoşu. Neçə vaxtı bu dınqılış yoxdur mu? Buna söz vermişəm ki, bu axrana işini mükəmməl gör, xidmətini qəşəng apar, səni aparacam megafona maşın sürməyə. İndi adamın az olan vaxtda gətirmişəm bunu ki, indi baxma da, qıraqdan, bucaqdan kimsə görər, eləyər, çəkər, eləyər. Gətirmişəm ki, maşın sürsün. Deyə, boşaldı. Get maşınını sür, get. Mənimkidir qardaş. Hə, Müəllim, uşaq çox balacadır, tək sürə bilməz. Ayşəmi, bu nə axrandı götürürsən? Bu da o kitayski jaketlər kimi yuyulanda balacalaşır ha. Hər dəfə hamamda temizlikdən sonra yığıla gedir. Yaxşı da şoşu, sən elə hər dəfə başıma vurursan. Mən niyə inirəm böyük axrana, niyə inirəm mən? Mən böyük axrana götürüb ona çox pul verincə elə balacasını götürmüşəm, balacı da pul verirəm də buna. Həm də şoşu, qıraqdan bucaqdan indi olur da arada hücumzat fikirləşirlər Şəmiyə qarşı, yenəsə də olur. Elə bilirlər ki, müdür budur, axrana mənəm. Yaxşı da, nə qayraq? Bunun da istədiyini yerinə getirməyəndə səsi götürür aləmi, qışqırtısı, bağırtısı, bütün Zaqafqaziyanı görür. Gəl, Elədim gəlirik, şoşu, gəlirik. Sən neyinsən orada? Nə oldu? Sən mənə Şəminlə Şöşü təriflik göndərib Ukraynada oxuyublar. Mən nə bilim belə santexnikdir, elə santexnik. Qardaş, sən Atapli ilə çölə niyə qoşmusan? Evə girmişəm, evin içi bumbuzdur, elə bir şax dağına girmişəm. Bir dəqiqə sakit dur. Sən öl, mənim zəhləm gedir, ev yiyəsi gəlir ustanın işinə qarışır. Qaqam bu işin professionaldır, başa düşdün? Sana bir dənə sual verim. Niyə yayda Ataplenini yandırmırsan? Deyə də cavab ver. Qardaş, yayda hava isti olur da Atapli niyə yeyirsən evin içində? Bax görsən, ağlın yavaş-yavaş başlayır pasını açmağa, işləməyə. Düzdür? Ataplenini çölə qoymuşam ki, bu çölü isitsin, versin evə, evin içi də isti olsun. Atalar o vaxt deməyib, əvvəl evin çölü, sonra isi. Bu atalar deyib də bunu, mən nə qarım? Qardaş, sən məni dolamısan, nə deyəsən? Mən çöldə Ataplenini niyə yerəm gətirib qoşmuşam bura? Bunun böyünə bir dənə televizor qoşarım da. Televizor? Çöldə oturarıq da. Qoy sən yuxarıdan yağış yağacaq başına, ağzına gələn dansı. Da Ataplenini qoşmusan da bura. Nə olsun, nə olsun? İsti olacaq da əsas odur. Sən məni nə yerinə qoymusan qardaş? Səni? Qurban olum, qoy mən biraz fikirləşim. Sənə cavab verəcəm də sənin nə yerinə qoymuşam, yaxşı? Çox qəribə adamsan, sən. Sağ ol. Fəhlləyəm çoxdan, vururam palçıqdan, tərəxür üzümdən, ölürəm ay yetim. Ölürəm ay yetim, ölürəm ay yetim, fəhləçilikdən, ölürəm ay yetim. Səhər sasiska, nahara kalbasa, axşama tişonka, ölürəm ay yetim. Ala ölürəm ay yetim, ölürəm ay yetim, fəhləçilikdən, ölürəm ay yetim. Şirin, iş gedir. Heç səni bəyənməyən gəldi. Bu işimi də bəyənməsə bütün mal alacağım bunu. Görmürsən işləyirəm, iş gedir nə deyim? Çox yaxşı qarışır, heç qıraqdan baxan bilməz ki, ustayam yoxsa yox. Salam ay usta ağsaqqal. Xoş gördük, yorulmayasınız. Salam aleyküm, xoş gəlmişsiniz Salih xanım. Çox üzr istəyirəm, əllərim çəklidir, yanağınızı uzadım, maçeliyim. Ağsaqqal kişisiz, nə məcburdur? Birdən ikidən öpmüsünüz məni. Görüşmək mənasında dedim. Mən bütün gələn işlər barəsində özüm sizə dünən gecə saat 2-də bütün mesajı yazmışdım. O da sən demə sizin oğlan köməkçinizin nömrəsidir. Öz nömrəmi verəsi deyildim ki sizə. Bilirəm, sana başa düşdüm. O da səhər saat 5-ə kimi qoymayıb yatım. Səhərdən mənə cavab mesajları yazıb, imkan verməyib. Ona demişəm ki işin üstündə dursun. Baxaq görək nə var. Bilirəm, üstündə durur, ondan gözüm su içmir. Qoymayıb yatım, imkan verməyib. Heç nədən narahat olmayın. Mən indi sizə şəxsi nömrənizi verin, spesifiki göndərim. Mənə 15 kisə fiber kafel yapışdırıcısı, 15 kisə qarant boya,
15 dənə üzlük, astar, biraz da sement lazımdır. Xahiş edirəm, şəxsi nömrəni verin. Ağsaqqal, bir dəqiqə dayan. Bütün bu sadaladıqlarının hamısını dünən alıb gətirmişdim. Hətta maşından yuxarı qaldırmaq üçün imkan vermədin. Dedin siz gedin, mən özüm qaldıraram. Hanı indi onlar? Cavab ver mənə Ağsaqqal. 2 saatdır buradasın, bir şey deyə bilmirsən. Zəngə bax, zəngə bax. Alo. Bəli, uzman qılman hoca santexnikdir. Bəli, eşidirəm, buyurun. Ne olub qardaş? Kanalizasyon partlayıb. Evinə basıb. Belə olur da, partlayanda da belə olur da. İndi əlimdə vacib işim var. Mənə birazdan yığarsınız. Oldu qardaş, oldu. Bazı biraz bu tilpaşlıq kimi çıxmasın. Mən bu iPhone X-ma bir də adı boy verdi. Bir şərtlə sizin dediyinizi edərəm ki, Sağ olun. bir daha mənə bacı deməyəsiniz. Bacı demeyeyim. Mənim gözüm üstə anam. Demərəm. Əşə, anam da demə. Ay bacı demə, ana demə. Ben nə deyim, adı nə deyim də? Bilirsiniz, mənim adım Ay, Səbinə Alovludur. alovludur. Bəli. Hə, lap yaxşı. Alovunla böyüyəsən Səbinə xanım. Şad oldum. Santexnik, Bəli. bu əyninizdəki paltarlarla sizə isti deyil. Deyəndə ki, ay, Səbinə xanım, mənim biraz canımda şey var, bu Vaspaleni, bəli. O görə mən olmaz, mən üşüdürəm deyə. Narahat olma. Yox, bildim, mən Ev istidir, sana soyuq olmaz. baxma da, indi adam üşüyür. Yox, bir də, Əşi, narahat olma. Ev istidir. bilirəm, Soyuq olmaz sənə. İnsanca soğuk olur da mən biraz. Ay, Maykon aş süzənə dönüb ki, Süzənə dönüb deyəndə ki, bu hələ belə mayka deyil, bu. Necə aç süzən? Mən dolların 1.90 olan vaxtı almışam. Olsa bu xlor püskünə qoydu bu keçən həftə. ver buna eybi yoxdur, ver atın maşını. Yox, sən can, bilib. Verin. Ay kardeş, sen ne danışırsan bizim ustalarda problem olabilmez. Bizim ustalar sertifikatlı ustalardır. Ha, ben onları Kiev'e, Ibiza'ya, Tayland'a kursa yollayan adamım. Onlar oraya çefe getmemiştiler ki. Yaxşı kardeş, bir dəqiqə gəlim danışarıq, gəlim söhbət edirik. Gəlirik. Ne oldu şu? İşte. Eve yolladığımız ustalar yok. Balacana problem çıxıb, görək nə problemdir onu həll edelim. Senin gördüğün işte hansında problem yok şu. Ha? Hansında yoktu problem. Ha, gidelim. Gelin gidelim. Bir dənə də sürüm gedəydə, bir dənə də sürüm gedəydə, nə olur. Bak yaxşı da yaxşı. Bir dənə də sürüm gedəydə, nə olur. Damat bakır. Gelen hafta geleceğiz gene. Hadi ne olup? Sen benim akaram sana he. Neden dövsen? Dedim gelen hafta demeli gelen hafta. Zırıldama. Kızda bakalım. Bu nədir? Ala, mən sənə pul verəndə demədim ki, get keyfiyyətli boru al. Bax belə, qırılmayan, sınmayan. Bu nədir gedib almısan? Bir dəqiqə deyən, sən belə əsəbləşmə, sən o sözü mənə demirsən, deməyinə. Amma bu tonda deməmisən. Mən səndən xahiş edirəm, əmr edirəm ki, səsinin tonunu 2 ton sal aşağı. Başa düşdün ala? Ana sən döyürdün mənə gəldən ki, ay Şirin, qurban olum, pulda biraz aşağı düş, qiymətdə 30 elə. Doğuşana dönmüşsün ala. Nə deyirsən ala? Ala, kukla, sən mənə dovşan deyən? Doğuşansan da la. Ana nə edəcəksən? Nə edəcəksən da la? Ala, bu dəqiqə gəlib sındıracam səni. Məni sındıracaqsan, ana, məni sındırana bax ana. Şirini çox sındırıblar, Şirin sındırmaqları gör. Başa düşdün? Mənim sənə görə sındırıblar, mən sındırmaqdan qorxmuram. Mən səni sındıraram, ana. Baxım kim kimi sındır. Nə deyirsən la? Ağsaqqal, ya sən mənim evimdən oğurladığın şpaklyovkanı, gipsi, hər şeyi gətirib yerinə qoyursan, ya da mən bura bilsən kimi çağıraram? Kimi? Əlini çağıracaqsan, hə? Xeyr, ərim yoxdur mənim ərimi çağırım. Yaxdır, sıfır oldu. Bu gün ərzində eşitdiyim ən bomba xəbərdir. Sağ olun, Salih Halim, əzzab yoxdur, hə? Ağsaqqal, mən bura polis çağıracağam. Bax, bu pis oldu. Polis lazım deyil. Mən buradan bir dənə çəp də uğramamışam. İnanmırsınız mənə? Mən çox saf, anlatıq bir insanam. Hətta biz tərəflərdə nəyəsə and içmək istəyən adam gəlir əlini qoyur mənim üstümə, yaxşı mənada. Mənim üstümdə and içir. Başa düşdün? Mən elə adamam, saf adamam. Mənə oğru deyirsiniz, utanmırsınız. Ağsaqqal, mən belə görürəm ki, səninlə başqa cür danışmaq lazımdır. Odur ki, mən bu məsələni dinlə həll eləyəcəm. Gətir, problem yoxdur. Liboy mallarını tap gətir. O mənə görüm sübut eləyə bilir ki, mən oğruyam yoxsa yox. Amma sübut eləyə bilməsəm, valla bizim kəbirimizi kəstin. Hə? Elə burada, yaşayaq, bu evdə. Din mollanı demirəm, polisi deyirəm. Nədir o? Deyirsən həkiməm. Axı demədin nə həkimsən.
Mənzura xanım. Mənzurə deyil. Nətər? Mənzurə deyil. Al- Səbinə. Səbinə Alovlu deyirəm də. Səbinə xanım, mən əvvəllər nevropatoloq idim. Buyur, baxdım ki, nevropatoloqlar çoxaldı. Pul qazanamadım. Sonra eşitdim ki, bu açıq ürək əməliyyatı yoxdur, bunda yaxşı pul var. Getdim sədərəyə, görünməyəm. Oradan elə bıçaq aldım, qayçı aldım, aynonlar aldım. Gəldim açıq ürək əməliyyatı elədim. Buyur, bir dəyə baxdım ki, mən açıq ürək əməliyyatına görə çoxlu həkimlər olur axı. Pulu bölüşdürəndə heç mənə işinə qalmır. Onları da verməliyəm də. İndi belə onda yaxşı qazanırdım. Məsələn 10 dəyə əməliyyatım olurdu, evə gəlirdim 35-36 manat, bir də 45 manat mənim pulum olurdu, belə yola belə qazanırdım. İndi iş biraz zəifdir. Özüm indi bu zat edirəm, plastik bu əməliyyat edirəm. Boş vaxtdakı bu santexnik kimi fəaliyyət edirəm. Bəli. Nədir o? Sevgilim gəldi Qılman. Qılman sevgilim gəldi. Gəldi də gəlsin olsun Qılman diktatörə. öldürər səni də məni də çörək. Məni öldürür, iş görməyə Qılman gəlsin. öldürəcək gizlən. Harda gizlən? Qılman gizlən. Hardasa gizlən. Bir yan. Gel gizlən. Gel, Geç gel, stolun gel. altına nə bilim. Hara istəyirsən. Yox, belə olmayacaq, bu qapı Qılman gəldi sevgilim öldürəcək məni də səni də Qılman öldürəcək. bir baş vay qılman, gənə qaldım əllərdə. Gəl görüm. Narahat olmayın. Canasa, çox aşırı gəlin keçin əyləşin. Çox xahiş edirəm, narahat olmayın. Mənim evim hələ burada yaxınlıqdadır. Mən özüm gəzə-gəzə gedəcəm. Bu yaşda gəzmək insana xeyirdir. Çox sağ olun, narahat olun. Ağsaqqal, biz səni evə aparmırıq, bölməyə aparırıq. Gedək oğurluq məsələsini aydınlaşdıraq. Ya oğurluq, bir tək oğlumu qəbrə qoyasınız ki, mənim heç bir oğurluqdan xəbərim yoxdur. Mən oğurluq eləyən adam oxşayıram. Ha? Yox, heç bir... Ağsaqqal, gedək bölməyə, orada aydınlaşdırarıq. Gəl. Yox, başa düşdüm. Gəl, onda belə eləyək. Bütün oğurladığım şeyləri bölürük iki yerə. Yarısı sizin, yarısı mənim. Hə, söhbəti bağlayaq. Xahiş edirəm, söhbəti bağlayaq. Ağsaqqal, bayaqdan deyirsən ki, oğlumu qəbrə qoyum. İndi deyirsən ki, malları bölüşdürək. Heç səndən gözləmədim. Düş qaba ver. Mənim iki oğlum var. Narahat olma, iki oğlum var mənim. O birisini deyirdim mən, bunu demirdim. Əşi, gəl bölməyə, gəl min maşına. Min. 2000, hə, 2000. Nə kimi? Otu maşına. Çox gülməli zarafatdır. Sən indi vəzifə başındasan, ona görə gülmürsən. Birazdan bunu bölmədə deyib, öz aramızda deyib güləcəksin. Sən Maşına. mən bilmirəm. Əslində bu çox gülməli zarafat. Xahiş edirəm. Narahat olma. Özüm Hələ deyil qaç gitsən, hara qaçın? Girib kravatın altına. Kravatın altında oranı bilir, oranı petsə gətirəni orada tutur. Orada tutub yiyək. Mənə bu bəlkə girim xaldın ikincinə. Xalcını qəşıq pulu gətirəni tutur. Orada tutub. Ay ölmüş kəpənək. Mən hara qaçın? Qaçın qatın balkona. Bu müştərilərdən Şəmil. Qan ağlayıram, qana bezmişəm. Buradayam mən. Tupoy gədə. Hə, nə olub? Zəhər olub, dərd olub. Müştərinin yanında sənə ayağa vermədim. Manqol gedə, bu nədir evin ortasında? Unitan qoyubsan, nə bilim turba çəkdiribsən. Bu nədir? Yaxşıdır, mən bilirəm. Nə yaxşıdır ay kişi bunun? Nə yaxşıdır bunun? Harda görülüb, hansı evdə görülüb ki, evin ortasında turba çəksinlər? Hansı evdə görmüşəm? Hə. Sənin evində. Mənim evimi də sən remont eləmisən, ona görə. Bu heç oradan deyil. Vay. Nə pis Avropa sayağıdır da, inkişaf Hə, eləməlidir. yaxşı, gic-gic danışma. Gedək xəstəxanaya, Şirin xəstəxanadadır. Gedək onun yanına. Orada desənə. Hə. Bu sən Allah oğlandı qızdı mən dəqiq bilim onu. Klientlər döyüblər. Söyle. Gəl. Bunun da suyunu bırak deyirəm. Ay Allah. Mən səni belə qoymayacağam. Mən deyərləri. Mən bilərəm nə edərəm. Kimdir gələn? Kimdir bu? Ay Şirin. Can Ayşəmi sənsən? Yastığın yüngül olsun hə. Şirin, kişinin başına iş gələr, amma sən bu sözü boynuma götürmə də, yəni narahat. Ay Fəri, onsuz da yarım canam. Bir ayağıma vursa dünyadadır. El eləmə durum səni də aparma vursa dünyaya. Gedərik, problem yox. Ay Şirin. Bir danış görək nətər oldu, nə qayırdın, nə etdin, niyə bu günə düşdün sən? Şəmi, Hə. bu evin yerisi necə əlcaf adam imiş ala. Nə olub ki? Ala xoruzlandım bunun üstünə. Hə. Xod getdim. Heç nə. İkincidə bir dənə getdim buna. Hə. Dedim ala bir anlar alınmaz da. Aha. Hələ sözümü dedim, cumdum üstünə. Hə. Hələ onu gördüm ki, turbanı vurdu başıma. Heç də qalmışam belə, tərpənəm belə. Bildim onu bildim. Sən niyə üzü qoyulu uzanıbsan? Nə o maraqlıdır ma? Ay ala başa düşmürsən, nə qanbaz adamsan. Demirəm əlcaf adamdır. Hadi, başa düş də məni də. Hamilədir. Hə, bilirəm sən də. Tərpənə bilmirəm. Ölürəm. Ayaqdan qapını döyürəm, niyə qapını açmırsan? Düşdüm aşağıdan balkona da baxdım ki, bəlkə sigaret çəkirsən, sigaret də çəkmirsən. De görüm qapını mənə niyə açmırsan bayaqdan? Ay şu kinoya baxırdım da eşitməmişəm. Az elə belə kinolar mən çox görmüşəm. De görüm kinonun qəhrəmanını hara gizlətmirsən? Hani o? Hara gizlətmirsən denən mənə? Az. Bu da keçən dəfəki döy ha, bu dəfə onu tutsam səni bağışlamayacağam. Hiss eləyirəm ki, burada nəsə var. Otduğum yerdə mən nə belaya düşdüm. Ay qılma, yaşamaq istəyirsən tullanayım. Dəqiqə gəl, nətər tullanam mən.
Ay dayı. Qurban olum, o zibil yedirəsin biraz beri gətir də. Bir damcı qabağa ver. Saxla. Biraz sağa. Ay sağ ol. Hoppanım. Ay xala. O mümkünsə əlində butulka var ha, o atma da zibil yeşiyinə. Ay arba, sən neyva lazım nöhün, deyirəm atma da. Ne ibn arvat diye attı ya. Bana bak. Ben tullanmalıyam, varyantım yoktu. 1, 2, 3, gittim. Gel. Ana dizde. Ana. Az o zifir yeşil içindeki bizim kılman değil. Kim? Şirin, narahat olmaya qurban olun. Onsuz da bu dünyanı kim tutub qalıb, öləndən öləsən də. Gəlin qaqa sizə bir anekdot danışsın, çırılı gülməkdən. Anekdot verin, anekdot verin. Danışın da, nə olar? İnsanlıq halıqda danışaq bir-birimizin keyfini açaq. Danış ürəyim asılsın. Danışım Şirin, qurban olun. Eşlisən, deməli bir dənə qoca kişi olur, qoca kişi də. Bunu uşaqları atır qocalar evinə. Kişi də burada qalır 5 il, 10 il. Bir gün kişi baxır ki, bu telefonu işləmir də. Aparır telefonu ustanın yanına, deyir qurban olun, bu telefona bax. Buna zəhd gəlmir nəsə, işləmir. Sonra götürür telefona, baxır sağına, soluna, qurtdalayır, eləyir. Deyir, ay day, qurban olun, bu telefon sap sağlam deyir, işləyir, yaxşıdır. Deyir, nətər işləyir, nətər işləyir, 5 ildir buna bir dəfə oğlum yığmır ki, ata, haradasan, ölmüsən, qalmısan. Bu telefon işləmir, nətər işləyir, Ana mən öpürsən, ana ki. Kim yanır, Tupoy gedə. Başıqlara. Bu ne anekdot da danışırsan, xəstənin halı pisləşdi. Belə anekdot olar, bunun gülməli yeri hara da para. Gülməlik də Şəmi, qurban olun. Bu 70 yaşında kişi yoxdur. Bunun kavrası var telefonda. Qırmızıdır, üstündə də Mickey Mouse'un şəkli. Ana Şəmi apar bunu bayra. Ana eləmə. Diyan görmə, diyan. Fəlakət elə anekdot danışdı ki, öz dədəm yadıma düşdü. Bir zəngiliyim görüm hardadır, nə qayırır, neynir? 322, hə. Papam bəyəm qocalar evindədir. Nə gic danışırsan, hə? İstəyirsən bu danışlar. Öz başa düşmədim. Şu aydındır. Mən bəyəm elə övladam, öz atamı aparım qoyum qocalar evinə, fikrin ona buna getməsin, hə? Mən valideynlərimə hörmət qoyuram. Bütün yadıma düşdü. Aydın, başa düşdüm, narahat ol, aydın. Allah. Bakı şəhərində işlədiyi mənzildən oğurluq edilən usta saxlanılıb. Dindirilmə zamanı aydın olmuşdu ki, o işlədiyi mənzildən küllü miqdarda inşaat materialları oğurlayıb, satıb, əyləncə mərkəzlərində əylənərək pulları sağa-sola xərcləyirmiş. Yeddinci mərtəbədə yaxşı ki zibil yaşıyor. Ailələ. Qılman sana ne oldu? Ne oldu bunlar? Şirin üzü qoyulu, qılman üzü qoyulu. Ne oldu bunlar? Ay şuşu. Ay Şəmi, başıma elə iş gəlib ki, utanmam danışmağa. Ay şuşu sen de gör. Şirin oğlu evini soyunub maykayla güya kran düzəldir. Bu momentdə ev yiyəsinin evi gəlib girəndə qorxusundan çıxıb balkondan üzü aşağı tulluyub özünü aşağı. Gedib düşüb putulkanı zatlı zibil yeşil içinə. Ne ediyorsun? Yazık kılma. Şuşu öyle şeylere gülme. Hayır öyle şeylere gülme. Elin güldür bir de. 500'den 600'den boy demem. Yan görürsün. Bizim aksaqqal döyüşünü. Bu keçən dəfədə bu şey yeteneksiz sizlə də Türkiyədən ora çıxmışda oriental oynuyordu. Kod ver görüm ona. Nə deyir? Uşaqlaşır. Xahiş edirəm, məni uşaqlığıma bağışlayın. Məni yola verin, bağışlayın, çıxım gedim. Onu da vurğulamaq istəyirəm ki, mən deyirəm, hamısını deyəcəm. Mən bu işdə tək deyildim. Bu işdə mənimlə əlbir olan Şəmi, Şəşi və digər başqa insanlar var idi, amma əsas o ikisi idi. Şəmi ilə Şəşi. Xahiş edirəm polis əməkdaşlarından onları da tutsunlar, gətirsinlər mənim yanıma. Mən də burada tək darıxmayım. Şəmi, Şəşi, sizi gözləyirəm. Gəlin, hamınız haqqında söhbət eləmişəm. Gələcəksiniz. Narahat olmayın. Gözləyirəm, sizi gözləyirəm. Qardaş sen apar bunu palatıya sür get. Ne danışır bu şuşu? Ha? Ne danışır sen aksaqqalla əlbir olub oğurluq edirsən şuşu? Ha? Nə qədimi Şəmi? Plan qoyumsan ki, nə qarısan, macunə 5000 manat pul gətir çıxar. Mən də sənin sözündən çıxmamaq üçün bu oğurluğa el atdım. Sənin belə işlərin var idi. Elə əvvəlcədən mənə deyərdin, gedib Moskvada biznes qurardıq da. Bu nə də? Düz deyirlər, adama nə edirsə onun yaxın edir. Bu sana sıfat. Yürü geçsin. Sen söyle kimsen, ya bizdensen, ya her kimsen. Herkes gelsin, fikrim bildirsin, dostum dindirsin. Boz başın tadını bilsin. Şəmi Şəşi biznes
açır Fəlakətin əməlindən gəlin görək kim baş açır Xəstə gəlir, həkim bilir, bilmir əlac olsa qeyib Duman bizi tutturacaq, qaymarikdə raktı deyib Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın Varsa məsləhətli gözəl, ağsaqqala calaşdırın Diqqətli ol, adı şirin, bilənidir vornu mirin Şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin